Hellolar, salamlar kızlar. Yavaş danışırım biraz. Şimdi padrugamla görüşüp biraz qəsəbə tura yapacağız. Bir iki işimiz var, bilmiyorum onu eləyə ya yok. Yani çekebileceğim ya yok. Şu anda danışamıyorum. Haydi bay bay. Qəsəbəmizi gösterim. İstin günde özümlə nə yaparım. Birden hava soğuyar diye. Böyle de ehtiyatlı insanım. İsvatlı başlaya da bilmədim. Qəsəbəmizlə tanış edirəm sizləri. Oraya ketim orayla gedim rahat. Neyse. Hələ ki mən tez gedim. Bizim poştumuz. Ne getirilmiş? Hava. Ne oldu buna? Ha. Deməli yollarımızı dağılıblar, indi bilirəm hələ. İndi burada padrugam gələcək, onu gözləyəcəm. Afmol var, oraya girəcəm, amma bilmirəm çəkə biləcəm ya yox. Görək tapa biləcəkmi bir-birimizi. Ay ana. Davam eləmədim, yadımdan çıxdı. Yox, bir icazə verəcəklər çəkməyə. Hə, şoları. Bax, mən də belə incə kəmər istəyirəm. Cəmaət yazır ki, alışveriş vlog çək, alışveriş vlog çək. Ne güzel. Aa, geçit. Mod bunlar. Neçədir? 5 manat. Mahnıya görə bir təlif gələr. Danışırıq da ona görə möhkəm danışıram ki, mahnıya qarışsın, təlif gəlməsin. Aloş, ki bu? Bu da rahatdır giyinməyə. Rahat bir şey oxşur. Nə? Ətəyə nissən? Ki bu? Bunlar bu renklər moddur bu ilərim. Ha. Bunlar da lasindir. Sen canım boydadır. Yok, bura sənlik deyil. Neçədir ki? 42-90, 43 falan belə. 40-dan yuxarı bura. Hansı? Nazik düzdür. Bu bir tərəfi cinsli, bir tərəfi şey. Neçədir hoş? 26 manat. Giyimdən yuxada. Ay Allah, mahnı təlifi gəlməsin. Gəlsə susturmaq məcburiyyətinə. Şunun materialının gözəlliyinə bax. Səpsərin olar bu. Sən alaq bunun rahatlığına bax. Evdə geyinməyə yaxşı deyil. Lasinlər 14 manat. Bu isə 18.50. Çox rahat bir şey oxşur baba. Bu da qəşəngdir. Bu idman falan eləyərkən Cahda brend. Saçma bax sən Allah. Mən saçma bax da sən.
Nigarın sərəncamına gedəcəm, görüm hələ. Sırğa deyə qaldım da. Aldım keçən dəfə, bunu aldım. Gözəldilər, Ayşe buna bax. Bunlar da gözəldir. Bu da qəşəngdir. Gəzdik. Belə. Eloş tut yeysən. Bu nə? Rayonda yetişmişdi. Allah, bu yetişmiyor var. Bu yetişmiyor. Bəyənmədim. Bəyənmədim. Hə, sən gedəsən. Hə? Hə, həmişə elə yeyirdim mən. Son vaxtlar adam güya ki biz gedirik. Hansısa qısa mən göstərim belə az. dəstələri bax onlardan bir axtarırdı ya, siz ürəyim ondan istəyir. Cins detaylı. Oy, Ya ola bilər. Olsun ya qabağında. Qəşəng olur, bildim mən. Koftanın yarısı cins, yarısı koftan. Hə, başa düşdüm. Çünki onlar da O verim, arada pudraya baxacaq. Bu yollar nə dağıdıqlar mənim başım çıxmır. Geçəcənə gül kimi yol idi. Dən axşamda olsun. Orada elə idi. Buz bulanda çıxartdı. Belə bir saçma. Günə qədər hazır. Yox, orada adam xəstəlik tapar. Layalı bir dənə çorab almaqdan öncə. Biz çorab almağa gedirik. Çorab almaqdan ötürü hara gedirik. Ayağı buradan gedəndə həmişə dönərin zanı yeməm, bitər eləyir. Bir dəfə gələrik bizə. Gələr də uşaqlarla gələr götürəm. Səsimiz yazılır. Hər dəfə deyirik ki, var olacaq. Hər dəfə deyirik ki, biz var. Neçə il keçir elə şu. Adı bu qədər. Ayam yoxmuşum. Bala. Hər dəfə deyirik ki, var anaq gələk, var anaq gələk. Tez-tez gəlirik. Az gün uzaq olanda bura, amma elə belə bekar baxlar. İndi bura girək görək tək işə icazə verəcəklərmi? Buranı dəyişiblər. Nə şey dəyişiblər buranı? Corab yeri burada. Hə, göstər görüm onu mənə. Yoxdur ki, 1.60. Nə olsa da bunlardan almalıyam. Bax, bu nam nazikdir. 2.50 deyəm o. 1.60. Çəkirəm ağız, mən çəkməyimə. Deyirəm, bunlar qəşəkdir. Şeydir, yumuşaq deyil. Amma 3 manat. Mən 2 dənə zad alım, o bəyənmirik. Bəyənsə gəlib alaram. Deyir, qalın olmaz. Bunlardan alıyorum. Bəyənsə. Donaqaraq bir dənə bunu götürüm. Bu da razmi 40-44 bəsdir. Bir dənə ondan götürüm, bir dənə də başqasını götürüm daha. Bəyənsin, bəyənməsin. Əsas o ki, tərrətməsin. Bir də bunu götürüm də yox. 2 dənə bunu götürüm, bəyənsə əgər. Pişir ayaqları. Şu yaxın zamanlarda çıxarıq da. Əgər bəyənsə yeni stoklayaram. Sən 30'u gedəsən də onsuz da. 30'u. 31'i gedəsən. 30'undan gedəsən. O vaxtı zən çıxarıq. Düzdür 10 gün var. Sən istədiyin formalar burada da var. Həmişə burada var. Bax, bu da qəşəkdir. Materialına bax, ət kimidir. Həmişə burada olurdu elə formalar. Dəyin görüm. Qəşəkdir, bu çox elə bilir. Şalvarı bunu sən istəyən kimidir. Mən bundan xoşlayıram. Çoxdandan alırlar bundan. Burada həmişə oldu. Buranı çox seyrəldiblər. Dəyişdiriblər buranı. Yox, eyni bundan deyil. Tünd rəngi. Geymişəm də. 2 dənə corabdan ötürü gəldik. Hə. Corablarımızı da aldıq. Yəni heç nəyə görə də yazdırmışıq, nəyə görə. Onun həvəsi ona var demək. İkimiz
İndi yayda gedəcək. Yox, indi elə başlayacaq. Hələ ya. Onun istəyi, o həvəsi ölsün deyə. O çox həvəslidir. Uşağın başında fırlanır. Yaxşı deyil. O hicablı olaymış. Buradan, yuxarıdan kimsə çəkib atmışdı qrupa. O sürüyor sandı. Elə gəzir ortalıqda, hamı elə bilir ki, o oğru. Polisləri oturub aparırdı. Sonra niyə onu bıraxıb? Çünki bilib ki, bu oğru deyil. Bu ədli, belə 61 yaşı var, biraz şeydir də, xəstədir. Yaxşı. Çıxardıq deyil. Al sən o buralara gəlməz. Zamanında qorxuya vəl-vəliyə salıqlar. 8 manat. Bax uşaqlara bunlar yaxşıdır. Yox. Həm də nə bax, nə qəşəng rahatdır. O 5 manat. Ayağımda istəyirəm, 5 manata deyil. Bax nə qəşəng rəngləri var. Yaxşı endirmə düşüb bundan. Əsl evdə geyinməklik. Sevinci olur o. Yox, sevinci olmaz. Koftası olur. Bilməm ki, mən də alım. Burada olurdu sportivin dəstə. Neçədir? Hə, 29. Görək də, ay Allah, musiqi də elə qoyublar ki, bu 100% təlif gələcək. Məcbur oluram, onda sustururam. Görək də. Gəldim, çıxdım. Lifti gözləyirəm. Yəni ki, bundan sonraki vlog ev olar. Bu vlogların da harasını kəsərəm, harasını biçərəm, bilmirəm. Liftimizin gözəlliyi. Yoruldum. Neyse. Bir dənə köynək aldım, kofta aldım. Qalan şeydə öz paltarım. Özümə bir sürü şey yük eləmişəm. Liftin səsinə baxın. Liftimizdən səs gəlir. Bu mənim sonuncu videom ola bilər. Anam. Elə bu dəqiqə qırılacaq. Açarımı çıxardım. Aç. Burada bir qaranquş gəlir, oturur burada. Yuva qurmayıb basaydı. Bura imenli buranı belə kanalizasiya eləmək üçün. Böyle illərdir bu məni bezdirir. Gəldik, çıxdıq. Nəhayət, evləri silib süpürmüşdüm qəşəng. Sağ olun, iş yoxdur. Qəşəng evləri silibmişdim, süpürmüşdüm. Minnacıq təmizlik işimi görmüşdüm. Belə qəşəng mis gibi. Biraz paltar maşınım xarab olub qəşəng sağlığınıza. Maşınımın paltarlarımı əlimdə yudum. Ondan sonra bura paltar sərmişdim. Pastellər, onları indi götürəcəm. Paltarlarımda ağlar vardı, əlimdə yudum, hamama qoydum, çıxdım. Təcili çıxmaq lazım idi. İndi bunları çıxardım, onları götürüm, taxım sərgidən. Son qalan pulum. Pərdəni külək cırıb, qəşəng. Kış da, səni öldürmək istəmirəm. Hava istidir. Pəncərələr bilə. Ay mis gibi, masmavi. Dəniz bugün çox gözəldir. Gəl bura deyir. Bir dənə sadə bu köynəyi aldım. Qızlar, sağlığınıza mən paltarları sərdim. O biriləri götürdüm, qatladım. Niyə yavaş danışıram bilmirəm. Çöldə yavaş danışıram. Neysə, bunları da sərdim bura. Ondan sonra, amma suludular. Əldə yumuşam deyə əməlli sudular da, yəni. Ondan sonra
Hava ne gözəldir. Bu gün ayın 20-sidir bu arada. İstəyirəm bu vlogu, bugünkü vlogu burada dayandırım. Yəqin ki sabaha falan davam edərəm. Bu arada Mingəçevir vloqlarım izlənmir. Orada mən motivasiyada çəkmişəm, amma yenə də izlənmir. Çox az aşağıda izlənməsi. Ona görə izləməyənlər üçün Mingəçevir vloqlarımı da izləyər. İndi mən gedim Mingəçevir Goranboy Ağdaş vloqum var. Bir də onu editləməliyəm. Onu editləyim, onu yüklüyüm. Bir cəmi 2 dənə olacaqdı və ondan sonra da bu videonu yükləyəcəm. Görürsünüz necə gözəl yaşıldır. Ona görə buranı sevirəm. Çünki niyə? Yaşılla mavi burada belə yarışırlar. Yəni ən sevdiyim yaşıllıq və dəniz. Nəysə qızlar, mən bu günlük sağollaşım, geyim, yeməyimi yeyim. Ondan da sonra buranı da bağlayayım. Ondan da sonra nə deyirsiniz ona? Editləyim videomu. Hələlik.